Mən Azərbaycan hökümdarı, əti qan Azərbaycanlıların bir tarixi Azərbaycan şəxsiyyət haqqında danışdım. Bununla fəxr eləyəm. Mənim dediyim sənəd Əsrar-ı Səlatin kitabıdadır. Sultanların sirləri. Əbəlfəz Əleyhisselamın xəzinəsində o kitabın əl yazması var. İraqda Beynəl-Hərəmeyndə, iki hərəmin arasında Əbəlfəzin hərəmidir, bir hərəmin həyətin o başı, meydanın o başı Əbəlfəzindir, bu başı İmam Hüseynin. Bax, Əsrar-ı Səlatin kitabından danışan sultanların sirri. Azərbaycanın böyük tarixi şəxsiyyəti Nadir Şah Əfşar Hindistanı alır. Hindistanı. Əfşarilər sülaləsi. Bilirsiniz ki, böyük sülalət. Nadir Şah Əfşar. Nadir Qulu xan da əsl adı. Nadir Şah Əfşar, onun mühürünə bir dənə cümlə yazılır. Səgi Astane Əli Nadir Qulu. Əli astanasının iti Nadir Qulu. O boyda parça. Niyə yazır? Hindistan, qısa deyəcəm. Hindistanı alır. Vəzirlərdən biri Şiyə olur. Mirzə Mehdi. Vəzir. Deyir şahım bəli. Böyük bir qələbə. Bütpərəst Hindistanı almışsan, böyük bir qələbə eləmişsən. Gəl gedək. Hara? Nəcəfdə İmam Əlinin, Allahın aslanının qəbri izləyir. Gülür. Niyə? Deyir ki, Nadir Şah deyir, onda başqa məsələ olur. Deyir, ay Mirzə Mehdi, bəsdir də, nə qədər ölələrdən kömək gözləyərsiniz, ölülərdən kömək istəyirsiniz. Onlar ölür də. Deyir, onlar ölsə də, mənim ağalarım, imamlarım ölsə də, dirilərin edə bilmədiklərini edir. Məsələn nə? Deyir, məsələn, Əlinin kəramətdən 2 dənə deyir. Məqsədim var, demək qutarırım. Əlinin kəramətdən 2 dənə deyir. Nadir Şah deyir, buyur, başqa vəzirlərdə qulaq asılmaram. Deyir ki, İmam Əlinin hərəminə heç vaxt nəcis heyvan girməz. Bu bir kəramət. İt, donuz, çəksən dolu, kəşən girməz. Qaçar girir. Allah Əlinin kəramətinə görə onun hərəminə kərəm qoyur. Deyir, ikinci kəramət. Onun hərəmin həyətinə şüşədə, qabda, şərab salmaq istəsəz, başqa şeye çevrilir. Nadir Şah fikrə gedir, deyir ki, hə, belə kişinin gələ ayağına gedəsən. Birbaşa Hindistandan qoşunu sürür Kərbala, Nəcəfə. Gəlir, amma şərt qoyur. Vəzir, Mirzə Mehdi, bəli. Əgər dedin bu iki kəraməti İmam Əlidə olmayacaqsa, mən səni burada öldürəcəm. Sultanım, əgər olacaqsa, deyir, mən onun yoluna gələcəm. Bir qab gətizdirir, şüşəqab içinə şərab tökdürür. Xüsusi mühürlür və parça ilə bükür, öz atının yəhərində saxlayır. Əvvəl it gətizdirir, bir zəncirdə it gətizdirir. İstir hərəmin sərhədinə salar, it geri çəkilir. Çəkirlər əskərlər qabağa, geri çəkilir. Çəkirlər, geri çəkilir. Nəhayətdə yazır ki, it qırılır. Hətta bir rəvayət yazır ki, zəncir qırılır. İt arxaya sərbəst gedir, amma qabağa getmir. Boğulur, getmir. Deyir, bu məlum, iti buraxın. Sultanım deyir, bəli, mənim yanımda götürülmüşdür. O parçanın içində şüşəyə baxın, hərəmin sərhədində açır, baxır ki, sirkət. Orada atdan düşür, diz üstə, dizin gedir və deyir ki, o itin boynuna bağladığınız zinciri boynuma bağlayın. Mən ağam Əlinin, onun o məhsərinə o cür getməsinə, deyirlər dayanın. Uca boylu çox nurani bir şəxsiyyət gəlir. Cəmaatın sevi, izdiham 2-yə bölünür. Deyir, mən aparacam sən. Qızıl zəncir gətirir, salır Nadirin boynuna, aparır İmam Əlinin mübarək qəbir üzərinə. Hindistan şahından aldığı qızıl tacı qoyur sinəsinin üstünə qəbir daşı. Nadir Şah nə deyir? Şah sənsən, mən gədayam. Sən şahsan. Başlayır Mirzə Mehdi ona Əbəlfəzdən və İmam Hüseyndən danışmağa deyir, onlar hardadır, deyir Kərbaladır, deyir sürün atı ora. Gəlir Kərbala, İmam Hüseynin qəbrini ziyarət edir, şəhidlərə salam oxuyur. Deyir, mən Əbəlfəz qardaşla danışırız, o anı, deyir, onun qəbri aralıdır, hərəmin o başıdır. Niyə? Öz vəsiyyətinə görə. Nə vəsiyyət? Deyir ki, İmam Hüseyin son anda Əbəlfəzin başı üstünə gedir. Gözlərini açdı, dedi, qardaş dedi, bəli. Qızlarına mən yalancı çıxdım, Zeynəbin gözünə baxa bilmərəm. Sükeynəbin, Səkinəbin, Rüqeyyənin gözlərinə baxa bilmərəm. Məni onların yanına aparım, mən onlara su gətirə bilmədim. Məni düşdüyüm yerdə dəfn elə. Ya Hüseyin, ona görə deyir, onun məzarı uzaq. Deyir, gedir onun məzarına. Gedir, baxır, Nadir Şah baxır, ağlayır. Elə bu anda deyirlər ki, bir nəfər qışırır, yol verin, nə olub? Namusu məndən gedir. Bir cavan oğlandır, ərəb. Kərbala yaxın kəndlərin bilinəndir. Mənim bunların bir adəti var. Oğlanla qız evlənmə yaxın gəlirlər, Əbəlfəzin hərəmində sadiq qalmağın əhdini and içirlər orada. Deyir, nişanlımla gəlirdim. 10-15-20 nəfər çıxdı qabağımıza. Məni yaraladılar, nişanlımı aldılar, atı dərkdən apardılar, namusu məndən gedir. Tanımır Nadir Şah, dövrü zamanının sultanını tanımır. Deyir, məndən istə nişanlım. Deyir, sən kimsən, bilmirəm. Mənim ağam Əbəlfəzin qabağında sən kimsən? Mən gəda qapısına gəlməmişəm, mən ağa qapısına gəlmişəm. Deyir, ey şəxs, istə namus və verməsə səni burada öldürəcəm.
Ya əxa Zeynəb, ey Zeynəbin qardaş, namusum əldən gedir. Mənim dadıma çat ağlayır, hərəmin qabağında bir də görürlər. Hərəmin içindən səs gəlir. Bir qadın böyük səslə, ucaq səslə ünkür-ünkür ağlayır. Nədir? Açın qapını, xuddam açın qapını. Bir xanım çıxır, kimsən deyir, mən nişanlımla buraya gəlirdim. Bizim kəndlərdə adət var. Əbəlvəzin Hüseynin qəlbi üstə and içəri, bir-birimizi gələcək ailəçilikdə sadiq qalmaq barəsində. Mənim yoldaşımı yaraladılar, məni apardılar. 10-15-20 atlıydı aparırlar. Dedim, ey əlinin qeyrətli oğlu Əbəlfəz. Mənim namusum əldən gedər ardası. Ey əlinin qeyrətli oğlu, ya qəməri Bəni Haşim. Ey Bəni Haşimin 14 gecəli ayı. Mənim dadıma namusumu qoyur. Bir də gördüm, bir atlı peyda oldu. Bunları yıxdı, vurdu, dağıtdı. Mənə dedi, qızım, sənin ərin də səndən, məndən səni istəyir. Haqqın yoxdur səni namusuna çatdırır. Bir də gözüm açdım hərəmin içindəyəm. Nadir Şah orada ağlayır və əmr verir. Həzrət Əlinin kaşıda olan günbəzini Nadir Şah qızıla tutur Nəcəfdə. İmam Hüseynin də nə edir? Günbəzini qızıla tutur. Əbəlfəzin günbəzini qızıla tutanda həmən gecə Əbəlfəz əleyhissalam yuxusuna gedir. Ey Şah, salam olsun sənə. Bizə qoyduğun kəramətə, bizə qoyduğun hörməti görə axirətdə əcrin olasan. Amma yaraşmaz. Ağa yanında nökəri bir tutasan. Mən Hüseynin nökəriyəm. Mənim qübbəmə, günbəzimə əl vurma. Hüseyni qızıllan bəzə, məni kaşıyla. Bu gündə Nadirin o əl işləri oradadır. Böyük dünyanın böyük sultanları bugün etiraf ediblər. Biz Hüseynə bir maddi mənəvi dəyərlərimiz çoxdur bizim. Elə bir mənəviyyata sahib ki, bu xalqın düşməni Hüseyni bizdən almaq istəyir. Hüseynə çatmağın bir yolu var. Allah'a bəndə olmaq. Hüseyn qədər də bacarmasan, ona bənzəsə kifayətdir. İmam Hüseynin bir duası ilə bitirəm. İlahi, gör ki, gözəl dua. Bu da şəxsiyyətdir ki, sözə bax dərmandır. Allahım, səni tapan nəyi itirir? Səni itirən nəyi tapır? Başqa bir duası. Allahım, öz qatında məni alçalt, bəndələr qatında məni yüksəlt. Allah bizi öz qatında yüksəlmiş bəndələrdən və bəndə qabağında huzur xuş edən bəndələrdən qərar versin. Vəssalamu aleykum və rəhmətullah.